İsmailova Günel. Rahatsızlığım bir il bundan əvvəl başladı. 2 ay öncəsində də daha da şiddətli ağrılarım başladı. Mikrocərrahi yöntəmi ilə, internet vasitəsilə Kərəm bəyə ulaşdım, tapdım. Mikrocərrahi yöntəmi ilə əməliyyat olundum. İndi çox gözəl, normal. Bir daha olmasını istəməm, amma olsa çox güman ki, yenə mikrocərrahiyə başvuraram. Yəni ağrılarım tam əməliyyatdan ayıldıqdan sonra tam ağrılarım getdi. Tamamilə, yəni bir anda elə bil qurtardı. Ağrılarım bitdi. Əməliyyatdan 2 ay tam sağa belə əyri, elə bil ana görə dayanmağım, duruşum ana görə idi. Hansı sağa ya sola bilmədən anına görə elə bir yaşayırdım və normal özümü idarə edə bilmirdim. Normal kimisə köməkliyi olmadan heç bir şey eləyə bilmirdim də. Yəni adi bir suya belə tək gedə bilmirdim. Amma əməliyyatdan sonra, əməliyyatdan ayılır-ayılmaz tək özümü idarə etməyə başladım. Amma əməliyyatdan öncə 2 ay yatalaq ya da ayağa duranda əyri. Yəni normal dik yeriyişim belə yox idi. Əməliyyatdan belə gözəl bir nəticə aldığım üçün, əməliyyatdan sonra həyata həqiqətən daha belə gümrah, gözəl başladığım üçün doktoruma, Kərəm Bıxmaz bəyə çox təşəkkür edirəm.